İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Allahümme enfa'na bima allamtena ve allimna ma yenfa'una ve zidna ilmen. Allah Teala bu meclisi bereketli etsin. Ve Allah Teala bizi öz dilinde sabit etsin. Ve Allah Teala Kur'an'da cennet ehli ve cennet ehlinin vesflerinden haber vermiştir. Ve Nahl suresinde Allah Teala buyurur: "Ellezine tetevaffahumul melaiketu tayyibin." O kəslər ki, mələklər onların canını aldıkları halda pak, təmiz olanlar. Onlara deyəcəklər ki, selamun aleykum, sizə salam olsun. Udxulul cennete bima kuntum ta'melun və etdiyiniz əməllər səbəbilə cənnətə daxil olun. Və həmçinin Zumər surəsində Allah təala buyurur: "Hatta izə ca'uha" və nəhayət onlar, yəni cənnət əhli cənnətə gəldikdə və futihat əbvabuha və cənnətin qapıları açılacaq və qalə ləhum xəzənətuha və cənnətin xəzinədarları, himayədarları, yəni mələklər onlara deyəcək ki, selamun aleykum, sizə salam olsun, tıbtum, siz pak, təmiz oldunuz, fədxuluhə xalidin və əbədi qalmaq üzərə cənnətə, oraya daxil olun. Demək, cənnət əhlinin, Allah Teala'nın razılığını əldə edən insanların, nicat əhlinin vəsflərindən də ən böyüyü onlar, dünya həyatında bu ayədə keçdiyi kimi tayyibin, pak idilər. Və tayyib, pak, təmiz olan irlər. Və Allah Teala demədi ki, burada yəni pak, yəni nə idi onlarda pak olan şeylər? Və bu da ümumilik bildirir. Və cənnət əhli Allah Teala'nın razılığı cənnətə və nimətlərə layiq oldular ki, onlar dünyada pak idilər. Nədə pak? Əqidələrində pak. Davranışlarında pak. Əxlaqlarında pak, təmiz. Sözləri, danışıqları pak, təmiz. Yeməkləri, içməkləri və həmçinin geyimləri, libasları pak, təmiz, haramdan uzaq və həmçinin Allah Teala'nın insanda yaratdığı o fitri şəhvəti əda etmək üçün nikahları, evlənmələri də pak, təmiz idi və hətta onların fikirləri də təmizdir. Və bunlar dünya həyatında pak, təmiz halda yaşayıblar. Necə ki, Şeyx Səidi Rəhməllah deyir, bu söz, bu tayyib sözü, İsmun cəmiun li kulli tayyibin nafi'in. Hər bir pak, təmiz, faydalı, mənfəətli olan şeyi cəm edən bir sözdür. Əqidələr, əxlaqlar, əməllər, yemək, içmək, geyim. Bütün bunları əhatə edir. Və tayyib sözü haqqında ərəblər müəyyən sözlər ifadə ediblər ki, bunu izah eləmək üçün ki, xülasə olaraq tayyib xəbisin əksidir. Xəbis əksi də tayyib, pak, təmiz. Necə ki, Allah Teala buyurur: "Vət-tayyibatu lit-tayyibin." Pak, təmiz olanlar pak, təmiz olanlardır. Burada birinci qadın cinsində gəlir, sonra kişi cinsində. Tayyibət, tayyibin. Yəni, qadın cinsində olanlar, yəni bütün sözlər, əməllər və həmçinin pak, təmiz qadınlar, tayyibin, pak, təmiz kişilərədir. Və əksi də əks. Və həmçinin pak bölgəyə də tayyib bölgə deyilir. Elə bir bölgə ki, orada xoşa gəlməz bir şey yoxdur. Əmin-amanlıqdır, xeyirləri çoxdur. Necə ki, Səbah surəsində Allah buyurur: "Bəllətun tayyibətun və Rabbun qafur."
Yəni Səba əhlinin yaşadığı yer pak, təmiz, xeyirləri bol yer idi və bağışlayan Rəbləri var. Və həmçinin torpağa da pak, təmiz torpaq deyilir ki, orada müxtəlif növ bitkilər bitir. Pak, təmiz torpaqdır. Təmizdir, yəni çirkab yoxdur və hər cür faydalı bitkilər bitir. Və bu cənnət əhli və Allah Teala'dan istəyirəm ki, bizi onlardan etsin. Və bunları Allah Teala vəsf edir ki, onlar pak, təmiz idilər. Tayyib, necə ki, ayələrdə keçdi. Tibtum fədxuluhə xalidin. Siz pak, təmiz oldunuz və əbədi qalmaq üzrə cənnətə daxil olun. Və onların dünyada ikən əqidələri pak, təmiz idi. Və cənnət əhli dünyada ikən təmiz, saf əqidə ilə yaşayırlar. Tövhid əqidəsi. Şirk çirkabına bulaşdırmayıblar əqidələrini. Pak kəlimə üzərində yaşayıblar. Bu kəlməni doğrulularaq, İxlas kəlməsi, La ilahə illallah kəlməsi. Və onların, yəni bu cənnət əhlinin həyatda öz mənhəci, öz yolları var. Və bu yoldan sağa sola yayınmayıblar. Bir qarış olsa da belə. Və bu cənnət əhli dünyada yaşayıblar, nə üçün yaradılıblar onu bilərək, məqsədi bilərək. Ki Allah da Zəriyə surəsi 56-cı ayədə buyurur: "Və mə xalaqtul cinnə vəl insə illə liyəbudun." Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Və bu cənnət əhli çirmələnərək bu vəzifəni yerinə etməyə çalışıblar. Ki Allah Teala insana vəzifə veribdir. Allaha qul olmaq, ibadəti yalnız Allaha yönəltmək. Və cənnət əhli də çirmələnərək, çalışaraq bu vəzifəni doğrultmağa çalışıblar. Ki mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Və yaratmaqda məqsəd ibadət yalnız Allaha olsun. Və insanlar bunu başa düşməlidirlər ki, dünya həyatında yaşamaqda məqsəd yemək, içmək, geyinmək, evlənmək deyildir. Bunlar hamısı səbəb vasitədir ki, insan Allaha ibadəti doğrultmaq üçün bunlardan istifadə etsin. Və cənnət əhli də bu məqsədi başa düşərək doğrultmağa çalışıblar. Bilirlər ki, ibadətin işi, dəyəri olduqca böyükdür. Və Allah Teala'nın əmirlərini yerinə yetirməyə çalışıblar. Və bu ayəni anlayıblar, dərk ediblər. Çünki bu ayə və ümumiyyətlə Qur'an, yəni yer üzərində olan böyük dağlara nazil edilsəydi, dağlar parça-parça olardı. Və Allah Teala Əhzab surəsində buyurur: "İnna aradnal əmanətə aləs-səmavati vəl-ard." Həqiqətən biz bu əmanəti göylərə, yerə və dağlara ərz etdik və onlar boyun qaçırdı. Yəni məsuliyyəti dərk edərək, məsuliyyətin böyüklüyündən, yəni imtina edərək, təkəbbürlüklə yox, bu məsuliyyəti dərk edərək boyun qaçırdılar və qorxdular. Lakin insan isə onu, bu məsuliyyəti götürdü. İnnəhu kənə zalumən cəhulə. Həqiqətən o, insan çox zalım və çox cahildir. Cənnət əhli bunu dərk edərək, bu məsuliyyəti bilərək, bu vəzifəni Allaha qul olmaq, yalnız Allahın qulu olmaq vəzifəsini doğrultmaq üçün çalışırlar. Rubiyyətdə Allahı təkləşdirirlər və həmçinin uluhiyyətdə və ad və sifətlərdə də və yəqinliklə bilirlər ki, yaradan, idarə edən yalnız Allah Teala'dır. Necə ki, rubiyyətdə yəqinliklə bilərək Allahı təkləşdirirlər və həmçinin uluhiyyətdə də, ibadətlərində də Allaha heç bir şeyi şərik qoşmurlar. Etdikləri ibadət yalnız Allah üçün. Umurlar yalnız Allahdan. Qorxurlar yalnız Allah Teala'dan. Və ibadətdə şirk çirkabına bulaşmayıblar. Necə ki, insanlar
Bəzi qəbirlərə üst tutur, qəbirləri tavaf edir, qəbirə nəzir deyir. Lakin cənnət əhli bilir ki, ibadətin hər bir növü yalnız Allaha yönəlməlidir. Ancaq Allahdan istənilməlidir, ancaq Allaha dua olunmalıdır, ancaq Allahdan umulmalıdır. Kömək və yardım yalnız Allahdan umulmalıdır. Nə qədər çətinlik olsa belə. Allaha yalvarılmalı, Allaha təvəkkül olunmalı, işlərin hər birisində Allahdan umulmalıdır ki, işləri asanlaşdıran, yoluna qoyan yalnız Allah Teala'dır. Verən də və həmçinin insana verməyən, hər hansı bir şeyin qarşısını alan da Allah Teala'dır. İnsanı ucaldan da, alçaldan da Allah'tır. Bütün bunlar Allah'ın əlindədir. Fatih surəsində Allah Teala buyurur: "Mə yeftahillahu lin-nasi min rahmetin fela mumsika laha." Allah Teala insanlara hər hansı bir nemət, rəhmət qapısı açdısa, onu heç kəs qarşısına ala bilməz. "Və mə yumsik fela mursilahu min ba'di." Əgər Allah Teala verməzsə, saxlayarsa, qarşısına alarsa, Allahdan başqa onu heç kəs verə bilməz. "Və huvel azizul hakim." Və Allah Teala məğlub edilməz, güc qüvvət sahibi, hikmətlidir. Və verən də, qarşısını alan da Allah Teala'dır. Ona görə alimlər deyir ki, bu insana vacib edir ki, qəlbi ilə Allaha bağlansın. Yalnız Allaha möhtac olsun. Öz möhtaclığını, ehtiyacını ancaq Allaha bağlasın. Bütün işlərində Allahdan olsun. Allahdan başqasına dua etməsin, Allahdan başqasına istəməsin, Allahdan qeyrisindən qorxmasın və Allahdan qeyrisindən heç nə ummasın. Və cənnət əhli də, hansı ki, pak, təmiz olanlar və bunu bilirlər ki, insandan çətinliyi götürən yalnız Allah Teala'dır. Xeyri, firavanlığı insana cəlb edən yalnız Allah Teala'dır. Və in yemseskallahu bidurrin fələ kəşfələhu illəhu. Əgər Allah sənə bir zərər toxundursa, onu ondan başqa, Allahdan başqa heç kəs açıb götürə bilməz. Və in yemseske bi xeyrin fəhu alə kulli şeyin qadir. Əgər Allah Teala əgər bir şeyə, bir xeyir sənə versə və heç kəs qarşısını ala bilməz və Allah Teala hər bir şeyə qadirdir. Əgər Allah insana bir şey toxundursa, bir zərər, kasıblıq, xəstəlik, çətinlik, qəm, kədər, Allahdan başqa heç kəs onu apara bilməz. Bəzən insan depressiyaya düşür. Bütün həkimləri gəzir. Allah Teala'dan başqa heç kəs bu qəm, kədər, bu sıxıntını insandan çəkib götürə bilməz. Bəzən insan xəstələnir və yaxud da yaxın, ona yaxın olanı xəstələnir və ən bahalı xəstəxanalar, ən bahalı həkimlər, ən bahalı iynə dərman, lakin özü də başa düşür ki, acizdir. Bu var dövlətin faydası olmur. Və cənnət əhli bunu dərk edir, bunu başa düşür. Və bilir ki, fayda və zərər yalnız Allah Teala'dandır. Deməli, əgər belədirsə, ibadətə layiq olan da yalnız Allah Teala'dır. Və həmçinin ad və sifətlərdə də Allahı təkləşdirirlər və Allah Teala özünə nəyi ispat edibsə, Quranda və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin dili ilə hansı adlar və hansı sifətləri Allah Teala özünə ispat edibsə və onları ispat edirlər və yozanlar kimi yozmurlar. Və həmçinin bu məsələdə həddi aşanlar kimi həddi aşmırlar və inkar edənlər kimi inkar etmirlər. Əksinə onlar ispat edirlər, Allah Teala'nın naqis sifətlərdən münezzeh tutaraq. Cəhmilərin, əşarilərin və başqalarının bu yozumlarından uzaqdırlar. Allah və Resulü nəyi ispat edibsə, onu ispat edirlər və sahabələrin yolunu tuturlar. Və bu işdə böyük imamların və
misal olarak Allah Teala'nın ərşə istiva etməsini ispat edirlər. Allahın əzəməti, ucalığına layiq şəkildə. Və bunu yozmurlar başqa yozumlarla, hansı ki, nə hədislərdə, nə Qur'anda, nə də ki, səhabələrdən belə bir şey gəlməmişdir. Və həmçinin Allah Teala'nın nazil olmasını, necə ki, hədislərdə gəlir, ispat edirlər və onu başqa cür yozmurlar. Və hər bir sifətlər də belədir. Ki, Allah Teala'nın xəbəri sifətlər və həmçinin feili sifətləri Allah Teala'nın muradına uyğun, Peyğəmbər sallallahu aleyhi ve sellem bildirdiyi kimi və sahabələrin qəbul edib ümmətə ötürdükləri kimi cənnət əhli də bunu bu cür qəbul edib ötürürlər. Və həmçinin cənnət əhlinin əqidəsi pak, təmizdir, dini əsaslardan, xüsusən də axirət məsələlər, ölümdən sonraki olan işlər haqqında, bərzəx aləmi, məhşər meydanı, mizan, tərəzinin qurulması, sırat, hesab, cənnət, cəhənnəm, bütün bunlara yəqinliklə inanırlar. Və həmçinin qiyamət günü Allah Teala'nı görmək. Allah Teala hər birimizə bizi buna nəsib eləsin. Yəni bunu inkar edənlərə müxalif olaraq və Allah Teala buyurur: "Lillezine ahsenul husna və ziyadə." O kəslər ki, yaxşı əməl edərlər, onlar üçün hüsnə, cənnət vardır və ziyadə, əlavə və bu da Allah Teala'nın gözəlliyinə tamaşa etməkdir. Deməli, cənnət əhlinin Allah Teala deyir ki, onlar pakdırlar. Birinci nədə pakdırlar? Əqidələrində pak, təmizdirlər. Və ikinci, onlar əxlaqında pak, təmizdirlər. Yəni, insan bu şeyləri bilməlidir ki, cənnət əhlinə özünü oxşatmağa çalışsın və cənnət əhlinə olmağa çalışsın. Çünki cənnət əhlinin vəsfini biləndə insan çalışır ki, özü də o cür vəsflərdə olsun. Ki, bu cənnət əhlindən olması üçün. Cənnət əhli pakdır, təmizdir, birinci əxlaqında, birinci əqidələrində, etiqad inanclarında və ikinci də əxlaqlarında. Bütün bunların da başında elm durur. Elm, bilirlər ki, gözəl əxlaqın dərəcəsi, dəyəri ucadır. Və insanı cənnətə aparan ən yaxın yol gözəl əxlaqdır. Və beləcə bunların əxlaqı gözəl, pakdır, sözləri təmizdir, çirkin, pis söz söyləmirlər, yalan, lənət, tən etmək, kimisə məsxərəyə qoymaq və yaxud da söyüş, təhqir, insanları güldürmək üçün müəyyən cümlələr istifadə eləmək, yalan da olsa, bütün bunlardan uzaqdırlar. Və Allah Teala Bəqərə surəsində buyurur: "Və qulu linnâsi husnən", insanlara gözəl söz söyləyin. Yəni pak, gözəl sözlər deyin. Danışarkən mülayim danışın. Və buna daxildir yaxşı əməl etmək, pisdən də çəkindirmək. Və Həsən Basri bu ayə haqqında buyurur ki, Allah Teala buyurur ki: "Və qulu linnâsi husnən", insanlara gözəl söz söyləyin. Və deyir ki, gözəl söz, yaxşı əmr etmək, pisdən çəkindirmək, həlim olmaq, yəni təmkinli, tələsmədən, əff etmək, günahlardan keçmək və bu da insanlara gözəl söz söyləməkdir. Və sonra deyir ki, bütün gözəl əxlaq da buna daxildir. Allah Teala'nın razı qaldığı gözəl əxlaq. Və Əbu Zər deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur: "La tahqiranna minel ma'ruf şey'an." Yaxşılıqdan heç bir şeyi aşağı hesab etmə, hətta qardaşının üzünə təbəssüm etməyi belə. Ümumiyyətlə, təbəssüm etmək ibadətdir. Müsəlmanın üzünə təbəssüm etmək ibadətdir və yaxınlara, valideynlərə təbəssüm etmək fəzilət və üstünlükdür və həmçinin ibadətdir. Valideynlərə xüsusi olaraq insan təbəssümlə yanaşması Allah Teala'nın sevdiyi, razı qaldığı əməllərdəndir.
Və cənnət əhli bunları bilir, elm var və bilirlər ki, çirkin söz, təni etmək və küçə sözləri, söyüş, təhqir bunlar iman əhlinin vəsfi deyildir. İman əhli olan insan bu sözlər istifadə etmir. Və bəşəriyyətin ən üstünü Allah Resulü sallallahu aleyhi ve sellem xəbər vermişdir ki, Leysəl mu'minu bit-ta'an vələl-la'an vələl-fahiş vələl-bəzi. Mömin çox tən edən, çox lənət edən, çirkin, yəni o küçə sözləri söyləyən olmaz. Və əgər insan mömindirsə sözün həqiqi mənasında, iman varsa bu sözləri istifadə etməz. Çox tən eləsin, onu bullaq etsin və həmçinin çox lənət eləsin. Pis sözlər, çirkin sözlər, hansı ki sağlam fitrət buna çirkin bir söz kimi baxır. Küçə sözləri, küçə söyüşləri, belə şeylər iman əhli olan insandan çıxa bilməz. Əgər mömindirsə, məsciddə necə ki mömindir, danışığına diqqət edir, artıq pis sözlər istifadə etmir və həmçinin işdə, küçədə və yaxud da yoldaşları ilə harasa gedərək əyləndiyi, halal əyləncələrlə əyləndiyi vaxtda da bu imanı qoruyur. Və Allah Resulü sallallahu aleyhi ve sellem bu sözünə dəyər verir ki, mömin tən edən, lənət edən, pis söz söyləyən, küçə sözləri istifadə edən, çirkin sözlər istifadə edən ola bilməz. Və cənnət əhli olan pak insanlar ancaq pak sözlər söylüyor. Əməlləri pak olduğu kimi sözləri də pakdır. Və bilirlər ki, danışdıqları hər bir pak söz qiyamət günü onların yaxşı əməllər olan tərəzisində olacaqdır. Və bu yaxşı sözlərlə aləmlərin Rəbbi olan Allaha yaxınlaşırlar. Və Allah Teala'dan savab, mükafat umurlar gözəl sözlər söyləməklə. Və bu sözlər istər məscid daxilində, istər evdə, istər küçədə, harda olmasına baxmayaraq, müminin mənhəci yolu vardır ki, bu yoldan çıxmalı deyil. Kənar, ətraf onu sirkələyərək tərpətməli deyil. Öz yolundan kənarlaşdırmalı deyil. Və bilməlidir ki, gözəl sözlər sədəqədir. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur, Əl-kəlimətu tayyibətu sadaqa. Pak, gözəl söz sədəqədir. Və İbn-i Hüseymin Rahman deyir ki, Əl-kəlimətu tayyibə, gözəl söz, pak söz iki qismə bölünür. Özü özlüyündə söz gözəldir və bir də nə üçün deyilir? Məqsəd nədir bu söz deməkdə? O məqsədə görə bu söz gözəl olur. Özü özlüyündə gözəl söz, La ilahe illallah kəlməsi. Allahu Ekber, Elhamdülillah, La havle ve la kuvvete illa billah. Bütün bu zikirlər və ən əfsəl zikirdə Qur'andır, Qur'an oxumaq. Və ikincidə o gözəl söz ki, məqsədə görə, nə üçün deyilir? O deyildiyi məqsədə görə gözəlləşir və o da mübah kəlmələrdir, adi sözlərdir. Misal üçün insanlarla söhbət edir, yaxınları ilə, ailəsi ilə xüsusən də həyat yoldaşı, övladları və yaxud da qohum əqrabası söhbət edir və bu söhbətlə adi mübah kəlmələrdir. İstəyir ki, onları sevindirsin, qəlbinə sevinç daxil etsin və bu cür gözəl niyyətlə adi mübah kəlmələr söyləyirsə, bu söz pak söz olur. Çünki məqsəd yaxşıdır. Müsəlmanları sevindirmək üçün, müsəlmanlarda xoş əhval, ruhiyyə yaratmaq üçün bir neçə kəlmə söyləyir. Və müsəlmanı sevindirmək, müsəlmanın qəlbinə sevinç daxil etmək Allah Teala'nın razı qaldığı işlərdəndir və insanı Allaha yaxınlaşdıran əməllərdəndir. Və cənnət əhli bunları bilir. Pak insanlar, hansı ki Allah onları
tayyib, pak adlandırır, pak vəsf edir. Yəni, bunlar əqidələri pak, əxlaqları pak, əməlləri pak, sözləri pakdır. Harada olmalarına baxmayaraq. Və həmçin cənnət əhli yəqinliklə bilir ki, Allah Resulü sallallahu aleyhi və səlləmin sözləri haqdır. Və Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, İnnə əhəbbəkum iləyyə. Bu çox olduqca mühümdür. Allah Resulü sallallahu aleyhi və səlləmi sevən, onun yolunu gedən, onu özünə nümunə götürən hər bir müsəlman, Allah Resulü sallallahu aleyhi və səlləm bu kəlmələrini diqqətlə düşünməli və göz önündə tutmalıdır. Və Allah elçisi sallallahu aleyhi və səlləm deyir ki, sizin mənə ən sevimliniz, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm üçün ən sevimli müsəlman kimdir? Kimi çox sevər? Və axirətdə mənə ən yaxın olanınız, məclis, yer baxımından, əhasinikum əxlaqan, əxlaqı ən gözəl olanınızdır. Və kim istəyirsə ki, Allah Resulü sallallahu aleyhi ve sellem onu sevsin və qiyamət günü ona yaxın olsun, əxlaqı gözəl olmalıdır. Və sonra buyurur ki, və innə əbğadakum iliyyə və əbadakum minni fil axirati əsvəukum əxlaqan. Və mənə sizin içərinizdə ən qəzəb etdiyim, nifrət etdiyim və qiyamət günü axirətdə məndən ən uzaq olanınız əxlaqı ən pis olanınızdır. Amin. Və cənnət əhli bunu bilir, o pak insanlar və öz nəfsləri ilə mübarizə aparırlar ki, üstünlüklərlə bəzənsinlər, əxlaqları gözəl olsun, sadiq olsunlar, danışıqları, sözləri təmiz, pak, yalandan uzaq olsun. Və həmçinin çalışırlar ki, başqalarını özlərindən üstün tutmağa müəyyən dünyavi şeylərdə səxavətli etmək, səbr etmək, əmanəti yerinə yetirmək, iffətli olmaq və həmçinin aşağı rəzil şeylərdən də uzaq olmaq, pis sifətlərdən, pis əxlaqlardan, yalandır, xainlikdir, zülümdür, nəmmamlıq, qeybət, xəsislik və s. hansı ki bunlar hamısı aşağı məzəmmət olunan sifətlərdir. Yəni cənnət əhli necə ki, xaliq olan, yaradan olan Allaha ibadətdə ibadətlərini yaxşı edirlər və həmçinin məxluqa olan davranışı da yaxşı edirlər. Və Allah Teala'dan umaraq savab, mükafat ki, Allah Teala muhsinlərə vəd etmişdir. Lillezine əhsənu, o kəslər ki, ihsan edərlər, əl-husnə, onlar üçün hüsnə vardır. Cənnət və ziyadə. Ziyadə nədir? Allah Teala'ya baxmaq, Allah'a tamaşa etmək. Və Allah Teala'dan istəyirəm ki, bizi bunlardan etsin. Və muhsinlər kimlərdir? Hansı ki, bu ayda keçir ki, o kəslər ki, ihsan edirlər. Muhsin, Allah'a ibadətdə, ihsanda olan, ibadəti yaxşı, ixlasla, Allah Teala'nın nəzarətini bilir, daim bilir ki, Allah Teala'dan gizlənə bilməz. İnsan nə etsə də Allah Teala bilir, xəbərdardır. Allah hər yerdə görür. Və bir də insanlarla davranışları gözəldir. Allahın qullarına qarşı yaxşı rəftar edirlər. Bacardıqları qədər sözlə, əməllə, mal, mülklə və yaxud da hörmət, adsanla, sözlə kömək edirlər, yardım edirlər. Yaxşı əmr edərək, pisdən çəkindirərək, cahil bilməyən insanı öyrədərək və həmçinin nəsiyyət edərək və başqa hər bir xeyirlərlə yaxşılıq edənlər, ihsan edənlər məhz bunlardır. Ziyadə isə Allah Teala'nın üzünə baxmaqdır. Allahın kəlamını eşitməkdir. Və Allah Teala'nın razılığını əldə etməklə nicat tapmaqdır. Üçüncü, pak olanların evlənmələri. Yəni bu, Allah Teala'nın yaratdığı bu şəhvəti halal yola sərf eləməlidir. Yəni bu, pak olanlar sadəcə əqidə və əxlaqlarının təmiz olmasıyla kifayətlənmirlər. Əksinə onlar hətta bu şəhvəti əda etməkdə də pak təmizdirlər.
zinadan, çirkin əməldən uzaqdırlar. İffətli olmağı və Allah Teala'nın şəriətində buyurulan kimi nikahlanmağı üstün tuturlar. Bilirlər ki, haram yolla şəhvəti əda etməyin təhlükəsi böyükdür. İnsanın həlak olmasının səbəbidir. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, hədisdə "Əksəru mə yudxilun nəsəl cənnətə təqvallah." İnsanları cənnətə ən çox daxil edən təqvadır. Allah Teala qarşı gəlməkdən çəkinmək, əmirləri yerinə yetirmək, qadağanlardan uzaq durmaq, təqva. Və bir də gözəl əxlaq. Təqva, gözəl əxlaq. Və sonra buyurur ki, وَأَكْثَرُ مَا يُدْخِلُ النَّاسَ النَّارَ الْفَمُ وَالْفَرْجُ Və insanları ən çox cəhənnəmə salan, daxil edən şey ağız və bir də ayıb yeri. Dil, insanın danışdıqları və bir də ki, ayıb yerini harama yönəltməsidir. Və Allah Teala'nın bu ayəsinə əməl edirlər. Nur surəsində Allah Teala buyurur, "Qul lil-mu'minina yaghuddu min absarihim." Möminlərə de ki, gözlərini haramdan çevirsinlər. Ayıb yerlərini hifz etsinlər. "Zəlikə əzkə ləhum." Bu onlar üçün daha təmiz, daha pakdır. "İnnallaha xabirun bimə yəsnaun." Allah onların etkilərindən xəbərdardır. Demək, cənnət əhli gözlərini haramdan çəkirlər və ayıb yerlərini günahlardan qoruyurlar. Və Şeyx Sədi Rəhmə deyir ki, Allah Teala bildirir ki, onlara de, kimlərə? Kimdə ki iman var. Yəni, iman olan şəxsə Allah Teala müraciət edir. İman olanlara de ki, gözlərini haramdan çevirsinlər. Haram olan şeylərə baxmasınlar. İstər qadınlar və yaxud da başqa şeylər. O şeylər ki, baxmaqla insan fitnəyə düşür. Qadınlar və yaxud da dünyanın insanı fitnəyə salan bərbəzəyi, bunlardan həzər etsinlər, çəkinsinlər və ayıb yerlərini hifz etsinlər. Yəni, haram yerə yönəltməkdən qorusunlar. Və sonra Allah da buyuruyor, "Zəlikə bu." Yəni, gözlərin haramdan çevrilməsi, ayıb yerinin qorunması, əzkə ləhum, onlar üçün daha təmiz, daha pak. Yəni, insan qorumaqla gözünü, ayıb yerini nə olur? Pak insan olur, təmiz olur. Və əməlləri də bərəkətli olur. Və kim də ayıb yerini, gözünü qoruyarsa, xəbislikdən uzaq olar. Hansı ki, fuhuş əhli, çirkin əməl edənlər buna bulaşırlar. Və insan qoruyarsa, əməlləri təmiz olar. Haramı tərk etdiklərinə görə. Hansı ki, insan nəfsi insanı buna dartır, çəkir, aparır, sövq edir və kim də Allah üçün bir şeyi tərk edərsə, Allah Teala ondan daha xeyirlisini əvəz edər. Və kim də gözünün nurunu haramdan çevirərsə, Allah Teala onun bəsirət nurunu işıqlandırar. Bəsirətinə nur verər. Və kim də ayıb yerini qoruyarsa və gözünü qoruyarsa haramdan və həmçin buna aparan şeylərdən, baxmayaraq ki, insan nəfsində şəhvət var, bunu istəyir. Deməli, başqa şeyləri qoruması daha yaxşı olar. Və ona görə Allah da hifz adlandırır. Hifz edin. Ki, insan hifz etməsi üçün çalışması lazım, nəzarətdə saxlaması lazım və qorunması üçün lazım olan səbəblər etməlidir. Deməli, cənnət əhli pak insanlar həm haram baxış və həmçinin zinadan uzaqdırlar. Zinaya da yaxınlaşdıran hər bir şeydən baxış, qadınla xəlvətdə qalmaq və yaxud da buna aparan hər hansı bir yollar. Və bunun təhlükəsini bilirlər. Allah Teala buyurur, وَلَا تَقْرَبُ الزِّنَا Zinaya yaxın durmayın. İnnehu kana fahişeten ve sa'a sabila. Həqiqətən bu çirkin əməl və pis yoldur.
Və necə də bundan uzaq durmasınlar, halbuki bərzəx aləmində, qəbir evində əzabın səbəbidir. Və Allah Resulü sallallahu aleyhi ve sellem xəbər vermişdi ki, Mirac gecəsi, yəni bir təndirə oxşayan bir şey görür, aşağısı enli, yuxarısı dar və içində ocaq yanır və orada kişilər və qadınlar çılpaq, lüt halda və ocaq şiddətlənəndə yuxarı qalxırlar, az qalaq çıxsınlar, sonra ocaq səngiyəndə aşağı düşürlər və sonra soruşanda ki, bunlar kimlərdir və deyirlər ki, bunlar zinakar kişi və qadınlardır, Allah qorusun. Demək, cənnət əhli başa düşür, bilir ki, dünya həyatında yalnız Allah Teala'nın buyurduğu şəkildə halal, pak, nikahla evlənməsi onu təmiz edir. Çünki pak olsa, pak insana ancaq pak olanlar münasib olur. Və pak qadın, iffətli qadın əri üçün qorumadır. Allaha tərəf gedən yolda ona kömək yardım edir. Çünki təqvası var, salihdir və dünya sevgisi qəlbində tuğyan eləmir və dinini korlayacaq işlərdən uzaqdır. Özü dünyaya meyil etmir, dünyaya həris deyil və ərini də ahirətə yönəldir. Və bu cür qadınlar dünyada olan insanın istifadə etdiyi işlər içərisində ən xeyirlisidir. Dünya malı içərisində ən xeyirlisi salih qadındır. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, qadınla 4 kişiyə görə evlənilir. Malına, ad sanına görə, gözəlliyinə görə və dininə görə və sən din sahibini seç. Deməli, cənnət əhli pak insanlar neçə oldu? Bu 3 oldu. Birinci, əqidələri pakdır, inancları. İkinci, əxlaqları. Üçüncü, evlilikləri, qoruyurlar özlərini. Dördüncüsü, yemək, içmək və geyimləri də pakdır. Yəni, haramdan uzaqdırlar. Pis qazancdan uzaqdırlar. Yalnız pak yeyirlər və yalnız pak şeylə içirlər. İmam Buxari rəhməhullahın atasından rəvayət olunur ki, atası deyir ki, mənim bu malım, mülkümdə nəinki haram, heç şübhəli bir dirhəm belə yoxdur. Halallığına şübhə ediləcək bir dirhəm yoxdur. Və o dərəcədə mal mülkünü haramdan qorumuşdur. Və həmçinin cənnət əhli fikirləri də pakdır. Təmizdir. Əqidələri pak, təmiz, salamat olduqları kimi onların fikirləri də təmiz, pakdır. Yəni cənnət əhli pak insanların fikirlərində çirkab, murdarlıq, xəbislik yoxdur. Başqa etiqadlara düşən insanlar kimi. O insanlar ki, bəziləri ağıllarını ucaldırlar, üstün edirlər və ağlı şəriətdən önə çəkirlər. Şəriətə hakim olaraq ağlı üstün tuturlar və beləcə azırlar və azdırırlar. Cənnət əhlində isə fikirlər təmiz, pakdır və bu cür fikirlərə düşmürlər. Və Allah Teala'dan istəyirəm ki, bizi cənnət əhlinə etsin. Və Allah Teala bizi öz dinində sabit etsin. Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.